Salam, mənim bu dərsim sinif görüşlərinin planlaşdırması ilə bağlıdır. Yəni hər bir fənn müəllimi sinif üçün görüşləri necə planlaşdıra bilər? Bunun üçün əslində müxtəlif üsullar mövcuddur. Mən o üsullardan birini göstərmək istəyirəm. Tutaq ki, rəqəmsal məktəb platforması üzərindən biz Microsoft Teams kabinetinə keçid edirik. Bunun üçün rəqəmsal məktəbə daxil olduqdan sonra burada fikir versək ayrıcı bir sahə ayrılıb. Yəni həmin kabinetə keçid etmək üçün Microsoft kabineti olan sahəni seçib buradan davam et düyməsini klikləmək lazımdır. Artıq onu klikləndikdə görürük ki, bizə Microsoft kabineti üçün müxtəlif applicationlər açılıb. Amma bizə lazım olan Microsoft Teams kabinetidir. Bunun üçün bu hissədən keçid edirik Microsoft Teams-ə. Artıq Microsoft Teams kabinetinə daxil olduqdan sonra bizim səhifəmiz və siniflərimiz görünür. Biz hansı sinif üçün istəsək biz cədvəlimizi təyin edə bilərik. Bunun üçün gəlin əvvəlcə mən sinifin birini seçim. Məsəl üçün 6B sinfi. Aha. Sinif görürük ki, burada görünür və burada ümumi, yəni general bölümünə daxil oluruq. Yuxarı hissədə kamera işarəsindən burada keçid edirik 2 dənə sahəyə. Bunlar nədir? Əgər biz birbaşa zəngə başlamaq istəyiriksə, yəni görüş təyin etmək istəyirik, o halda birinci hissəni seçirik. Yəni birbaşa biz zəngə qoşuluruq və şagirdlərimizi də həmin dərsə dəvət edirik. Yox, biz bunu əvvəlcədən planlaşdırırıqsa, o halda biz ikinci hissəni seçirik. İndi biz əvvəlcədən planlaşdırmaq düşünürük deyə ikinci hissəni seçdik. Bu halda birinci hissəyə yazırıq. Məsəl üçün, tutaq ki, riyaziyyat dərsidir, yazırıq riyaziyyat. Burada kimləri biz qonaq kimi dərsimizə dəvət etmək istəyiriksə, müəllim ola bilər, nə bilim, başqa məktəblərdən hansısa bir qonaq ola bilər. Onun adını, soyadını və yaxud da TÜS kodunu yazmaqla dəvət edə bilərik. Üçüncü sahədən artıq biz ayın neçəsi üçün biz bunu planlaşdırırıq. Məsəl üçün, ayın 5-i üçün, saat neçə üçün planlaşdırırıq. Məsəl üçün, olsun saat 12 üçün. Və nə vaxta qədər bu davam etsin, yəni biz bunu qeyd edirik. Təkrar olunsun, olunmasın. Yəni bu hissələri məncə toxunmağa dəyməz. Yəni bir günlük dərs üçün ehtiyac yoxdur. Aşağı hissədə isə, yəni nəyi keçəcəyik, mövzunun başlığını yaza bilərik və yaxud salam uşaqlar, dərsə qoşularsınız yaza bilərsiniz. Artıq bütün hissələri, vacib hissələri qeyd etdikdən sonra yuxarı hissədə isə göndər düyməsini və yaxud send düyməsini etməklə biz həmin sinif üçün, həmin belə deyim, saat 12 üçün həmin mövzunu planlaşdırmış oluruq və avtomatik olaraq o həmin səhifənin fikir versək, o dəqiqə 6B sinifinin ümumi hissəsində həmin hissə göründü və bu şagirdlər üçün də bu formada görünəcək. Müəllim də yenə həmin sinifə daxil olub, burada görüşə qoşul düyməsini klikləməklə görüşə qoşula bilər. Sağ olun.